Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi Alanya mərkəzdən salamlayıram. Çox gözəl, yeni bir yaşayış kompleksini sizə təqdim edəcəm. 2024-cü ildə hazır olan bir binadır. 2 korpusdan ibarətdir. Tam infrastrukturalı, premium bir yaşayış kompleksidir. Gözəl yaşayış imkanları təklif edir bu yaşayış kompleksi sakinlərə. Ultra lüks, tam infrastrukturalı. Baxın, tam Alanyanın mərkəzindədir. Bax, ora Anadolu özəl klinikasıdır. Ora demək olar ki, qonşu, yan-yana. Ətrafında tapu müdürlüyü burada yaxında yerləşir. Sonra topdan satış bazarı burada, meyvə tərəvəz topdan satış bazarı yaxında yeri, balıq bazarı, yəni hər yerə çox yaxın. Dənizə isə hardasa 1 kilometr, 1000 metr məsafədədir. 2 blokdan ibarətdir. Bizim mənzilimiz arxa blokdadır. 3 otaqlı əşyalı mənzil göstərəcəm sizə. Və burada gözəl böyük bir park yeri var. Baxın, çox böyük bir park yeri var. Bu parkinqə daxil olursunuz və parking vasitəsilə gedib liftə minərək yuxarı mənzilinizə qalxırsınız. Mənzilimiz çox gözəldir. Axıra kimi izləyin. Qiyməti də yaxşıdır. Baxın, parking oradan da böyükdür. Çox böyük parkingdir. Mən gördüyüm binaların, yəni şəxsi parking olaraq ən böyüklərdəndir. Və yavaş-yavaş qalxırıq binanın həyətinə baxmağa, kompleksin həyətinə baxmağa. Bu arada Pərviz də bizimlədir. Pərviz orada məni gözləyir, qoşulacaq və Pərvizlə bərabər buranı göstərəcəyik. Burada göstərilir havuz, qapalı havuz, sauna, kafe, hamam, hamısı bu blokun altındadır. Bu isə binanın kimlik sertifikatı, yəni iskanıdır ki, onu göstərir ki, bina tam yəni qanuna uyğun olaraq inşa edilib və sənəd qaydasındadır. Burada gözəl ağaclar, landşaft. Bu isə Pərviz qardaşımız oturub istirahat edir, bizi gözləyir. Pərviz, necə, sən nə var, nə yox? Kayf. Alanyanın ən yeni, gözəl yaşayış komplekslərindən birindəsən. İndi bərabər infrastrukturaya baxacağıq. Valla baxmadan öncə deyə bilərəm ki, Səviyyə. səviyyə. Oradan da səviyyə. Havuzun böyüklüyünə fikir verir Pərviz. Gördün buranı? Gəl bura. Bura oturub istirahət eləmək üçün belə sigaret çəkə bilərsiniz, oturub istirahət edib çay içə bilərsiniz. Çünki burada bar olur yayda. Hal-hazırda isə boşdur. Və havuzu çox böyükdür. Pərviz, qarşıda uşaq havuzu da var. Oranı da göstərək. Havuzun ölçüsünə fikir verdin sən. Hardasa 30-40 metr var, hə? Suyun içərisində uzanırsan, ayaqlarını da bax, bütün bədənin suyun içində. Bu ləzzət deyil, bax, nədir? Çox gözəl. Bu cənnət deyil, nədir? Mənə deyil. Mənim üçün yəni çox şeydir. Şlijankadır. Bax, insanın bu, yəni diskomfort yaratmır. Boyun qədər dərinlikdir, get-gedə də dayazlaşır. Bəli. Burada yəni insanın boyu qədərdir, normal. Orada da dayazlaşır. Və uşaqlar üçün. Uşaq baseyni, balaca. Uşaqlar üçün oynamaq, bax, yəni... Bəli, oyun yeri, generator da oradadır, yaşıl yer. Ətrafı görsən necə gözəl çiçəklər, ağaclar. Baxın, və mənziliniz buradadırsa, bax, hər hansı mərtəbədə mənziliniz varsa, rahat oturub burada havuza, uşağınıza baxa bilirsiniz. Rahat. Yəni daha önce burada... Pərviz, üzr istəyirəm, bu son deyil. İçəridə qapalı havuz, hamam, onları göstərək. Var, ha, gedək göstərək. Gedək baxaq. Görüş nə var? Olmam. Bax bura mənim qardaşım. Sən bilmirsən, mən bilirəm. Gəl, mən sənə başa salım. Göstər mənə. Bura bunun elə ki, bufetidir. Yəni ki, burada qalan insanlar, qonşular və belə rahatcasına. Bax, bir də yəni, baseyndə çimirəm. Ay, nə bilim, mən bir dənə qaynar su istəyirəm, ya sok istəyirəm. Ehtiyac yoxdur. Sokumu gətirdim, qoydum burada var. Yəni yayda satış da olur burada. Kondisioner də var. Kondisioneri, sərin. Gəl qardaş, sən bilmirsən, mən bilirəm. Mən onların... Xahiş edirəm, bizə göstər. Bax, buradan, bax, hələ pəncərədən, bax, bura fitnessdir. Oradan girişdə, bax, letni girişdir. İçərdən də var girişi. İçərdən, bax, bu buranın fitnessidir, fitnessi. Kafeteriyadan çıxdıq, fitnessə doğru gedirik. Yəni, bu birbaşa fitnessdə, bax, girişi. Bax, bayırdan da girişi var. Buradan da girişi var. İstər buradan gir, istər yəni bayırdan.
Fitness balaca da deyil, böyük də deyil, hər şey var ha. Qardaş, gedirsən pulla aylıq yazılırsan, düzdürmü? Bilmirəm, yəni hər bir qiymətə var. Hamısı var da burada. Villa trenajör, nə bilim, ştanqalar, sinəyə işləyirsən, o belə hamısı. İdman geyinvi giyin, düş aşağı. Düş aşağı, bir sözlə. Aa, sən hələ kriti baseynə bax. Sinir. Ala çortikdə giyin də buralar tutur, özdə isti olur, qış. Özdə burada yaşayan çölə çıxmır ha. Belə buradan inir, buradan. Heç yeri çıxmaq yoxdur. Bax, hamam, gəl bax. Gəl hamamı göz. Gəl bir dənə bax, bəh. Egosuna bax bir dənə. Görsən nə? Tam müasir hamam değil mi? Görsən, bu müasir türk hamamı. Bəli, bu artıq Nətər danışıram? ən son model hamamdır da. Ən son model maşınlar olur ya, onlar. Sən buranın parnoyuna bax. Baxaq. Sən buranın saunasına bax. Havuz mənzərəli. Havuz mənzərəli, promoya buradan istəyirsən, nə bilim, buradan çıxdın birbaşa get, havuzu opma. Nə istəyirsən bundan artıq? Bu da bunun duş kabinasıdır. Belə ötəri buranı da göstər, zaten yəni standartdır da. Hə, orada duş kabinasıdır. duş alıb. Jenski tualet, muskoy tualet, razdivalkasıdır, əynini dəyişmək üçün. Bu da kriti baseyn. Ora bağlı olabilir. Bağlı da. Hə, amma yəni qışa hazırlıq gedir də. Qış deyəndə qış da olur. Təmizlik zaten işləri. Burada cənnətdir, cənnətdə qış olur. Zaten noyabrın sonlarına, ortasına da o yağışlar başlayır. Sonra qapalı havuzlar açılır. Yağışlı havada, bax şişəli, bax panoramik damdır. O səhv eləmirsə bəlkə də açılır ya. Ola bilər açılır, çox güman ki açılır. Açılmasa da təsəvvür et ki, sən çilirsən havuzda, yağış da yağır leysanda. Leysan yağışlar var, ona mən şahidəm. Gözəl. Yəni belə. İndi qalxaq yuxarı. Qalxaq. Mənzil çox gözəldir. Mənzil, hə, indi gedək mənzilə də baxaq. Mənim maraqlı nə nətər mənzil. Gedək. Baxın əziz dostlar, bura parkingdir. Parkinqə maşını park etdikdən sonra nərdivanla və ya liftlə qalxırsınız. Buradan da yuxarıya mənzilə. Bura mənzilin olduğu qatdır. Baxın, çox gözəl. İndi mənzilimizi göstərəcəyik. Bəli əziz dostlar, mənzilə daxil oluruq. Pərviz, aç qapını zəhmət olmasın. Xoş gəlmisən, xoş gəlmisən. Necəsən qardaş? Mən necə Qonaq qəbul edirsiniz? Allah hər gəlin yeyinisin qardaş. Gəl Pərviz, mənzil neçə kvadratdır qardaşım? Neçə kvadrat metrdir? Bura mən biləni 90 kvadratdır, düzdürmü? Olar, 90-95. Təxminən. Bir banyosu var, onu göstərim. Bir sanuzlu var, amma çox qəşəngdir. Əlbəttə premium kompleksdir. Paltarı yanında arçelik. Texnika arçelik. Arçelik, hə. Görürsən, sifarişli şkaflar da divara bərkidilib. Sifarişli. Burada bu otaq, yer də laminatdır, burada fikir verdim Pərviz. Bu da yaxşıdır. Əşyalı olaraq satılır. Qiymətini sonda deyərik. Nə qəşəng balkondur. Bu balkon fransuski balkon deyil. Fransuski, hər otaqda balaca balkon var. Fransuski balkon bax, oradan da yəni fransuski stil. Buradan belə mənzərəli yola baxır. Birbaşa yola baxır. Amma o tərəfdən hovuza baxır mənzərə. O çox yaxşı. Qapıları çox qəşəngdir, xoşuma gəldi. İkinci otaq Pərviz. Bu deyəsən tək yataqlı otaqdır. Bu ayaqqabılar üçün şkafdır, kladovka. Bu tək yataqlıdır, bəli, amma yəni mebeli ilə bir yerdə. Burada da kondisioner yuxarıda çalışır. Sərində Konkret bura. uşaq otağıdır da, normal belə gənc otağı belə. Gənc otağı bir nəfərlik. Qəşəng. Nə lazımdırsa var. Və daxil olduq salona. Salona. Aha. Uzanırsan, yorğun, gəlirsən evə. Uzandın, va belə. Uzanırsan, va belə. Ayağı var. Bir ayağı da belə qoyursan, televizorda oturursan, həm serialdır, kinoda belə baxırsan. Az bir də oradan çay ver. Çayı da buradan verəcəklər. Şən bir dənə çay içirsən, xaladelnik açırsan da indi açmıram da, indi ehtiyac yoxdur. Yəni bir dənə buz kübünə. Yəni texnika hər şey var. Paltar yuyan, qab yuyan, yəni nə lazımdırsa hər şey var. Televizor burada və çıxırıq Yəni balkona. bura mənzərəyə bax, balkona bax, mənzərəyə bax. Balkon da ölçüsü normaldır. Qardaş, istəyirsən buradan ayda, o biri otaqdan nəsə götürəsən, buradan keç. Yoxsa yox. Yox, var, girib. Biz ikimiz keçə bilmərik. Bəzi nahiyəmiz mane olacaq biz. Bir dənə bax. Oo,
Bax buradan havuzun Ay, böyüklüyü çox gözəl görsənir. Bax qardaş, uşağın çimir o hovuzda, görürsən. Nə bilim, ailə üzvlərin çimir, görürsən. Düzdür. Nə bilim, bir kimsə oturub orada sənə aid olanda, tanıdığın bilişindən kimsə, bax bayaqları mən orada oturmuşdum. Bəli. Hamısını görürsən. Oradan qonağımız gəldi, maşın döndü, bax hamısını görürsən. Biz orada Alanya qalasıdır. Kleopatra görsən, qala görsənir. Funikulyor yəqin ki görsənir. İşte ora qalxır funikulyor. Mənzərəsi Alanya də gözəldir. mənzərəsi. Dənizə 1 kilometrdir burada. Bir olsun da qardaş, burada kim var ki maşını yoxdur? Heç Hamısının maşını var, bir də mənim yoxdur. sənin də olacaq inşallah. Belə, Amma yəni çox rahat şeydir də. onda mənzilin qiymətini də səndə. Mən deyim, Hə, mən deyim. denən. Buyur sən də. Bu evi sən göstərsən də bizə. Vallahi bilmirəm. Ürəklə nədir onu de. 230 bin avro. 230 min. Amma 230 min yaxşıdır. Vallahi yaxşıdır. Quran haqqı yaxşıdır. 230 mini nə bilim, belə də quşqaya. Belə bina üçün doğrudan da Belə normal bina qiymət. üçün, yəni ki, bu marka söhbəti var da, marka. Yəni sözü gedən binadır başa. Yeri olaraq, Yeri olaraq, infrastruktur lokasiyası. olaraq. Lokasiyası çox gözəl. Bu- Mən gələ-gələ biz baxdım da. Lokasiyası çox gözəl. Yəni avtobuslarda çox rahat yerdə, yəni çatırsan avtobusa. Dayanacaq qabağındadır. Bəli, bəli. Yəni dayanacaq qabağındadır. Burada hastane var. Düzdürmü? Bəli, Anadolu xəstəxanası. Ən əsas da yəni insan sağlamlığına lazım olan hansı ki acil, yəni təcili lazım olanda xəstəxana yanında, dəniz yaxın, piyada 15-20 dəqiqə yoldur. Hə. Balıq bazarı var. Bəli. Topdan satış meyvə tərəvəz burdadır. Tapu müdürlüyü burdadır. Vəssalam Polis da. idarəsi burdadır. Vəssalam da. Buradan evə Ebebək alırsan. ebebək mağaza var. Bütün Alanya hər yerdən gəlirlər. Böyük uşaqlar üçün o Maşallah. burdadır. Bir çox şeylər saya bilərəm. Qardaş mən aldım bu evi. Xeyirli olsun. Belə əziz dostlar, bununla da bu gözəl mənzildən kompleksdə olan videomuzu bitiririk. Pərviz, son olaraq sən də sözlü de, sağollaşaq. Valla zarafat bir yana, hər kəs indi sən videolarımı izləyən tamaşaçılar, izləyicilər, hər kəs bilir ki, biz videonu çəkirik zarafat yana, yəni bir zarafatlaşırıq, amma doğrudan da bu realdır. Yəni biz bu həyatı doğrudan da gəlmişik bu mənzildə. Yəni doğrudan da bu infrastruktur, hər bir şərait var, hər bir şey keyfiyyətlidir. Hər kəsə məsləhət görürəm. Biz çəkdiyimiz evlər doğrudan da keyfiyyətli. Burada keyfiyyətsiz ev yoxdur zaten. Amma etibarlı əllərə yəni müraciət edin. Hər kəsə alana da xeyir olsun, Allah xeyir versin satana da. İnşallah. İnşallah. Təşəkkürlər. Sağ olun, var olun əziz dostlar. Növbəti videolarda görüşənədək.